Salam əziz şagirdlər, abituriyentlər və dəyərli müəllimlər. Bugünkü mövzumuz Səfəvi dövləti. Mövzuya keçməmişdən əvvəl onu vurğulamaq istəyirəm ki, bu tip mövzularımız bundan sonra davamlı olacaq. İmtahanlarda uğurlar əldə etmək istəyirsinizsə, yəni abituriyentlər və ya müəllimlər sertifikasiya imtahanında, işə qəbul imtahanlarında uğurlar əldə etmək istəyirsinizsə, mövzularımızı sonadək izləyin. Keçək mövzumuza. Səfəvi dövləti 1501-1736-cı illərdə mövcud olmuşdur. Ancaq ilk öncə onu qeyd edək ki, Səfəvi dövlət olmamışdan əvvəl bir orden kimi fəaliyyət göstərirdi. Və bu ordenin əsası Şeyx Səfiyyəddin İshaq Əl-Müsəvi tərəfindən yaradılmışdır. Şeyx Səfiyyəddin, burada biz Şeyx Səfiyyəddinin yaşadığı dövrü qeyd etmişik, 1254-1334-cü illərdə, amma Səfəvi ordeninin əsası 13-cü əsrin sonlarında yaradılmışdır. 13-cü əsrin sonlarında Səfəvi ordeni əsası Şeyx Səfiyyəddin tərəfindən yaradılmışdır. Şeyx Səfiyyəddin Ərdəbil şəhərində yaşardı və onu Türk piri, müqəddəs Türk adlandırırdılar. Ərdəbil şəhərinin əhalisi onun müridləri sayılırdı və mürid davamçı, şagird mənasındadır. Şeyx Səfiyyəddin İslam dininin şiəlik təriqətini təbliğ edirdi. Səfəvi ordeninin yüksəlişi 13-cü əsrə, yəni Monqol istilası dövrünə təsadüf edir. Daha sonraki dövrlərdə isə Qaraqoyunlu, Ağqoyunlu kimi dövlətlər mövcud olmuşdur. Yəni Baharlı və Bayandurlu dövlətləri. Həmçinin Şirvanşahlar dövləti də uzun müddət mövcud idi. Bu dövrə də təsadüf edir. Səfəvilər ilk öncələr dini təbliğat aparırdılar. Daha sonralar onların təbliğatı siyasiləşdi. Və onların get-gedə tərəfdarlarının sayı artırdı. Bunun səbəbi isə oturaq əhalinin tələbləri baxımından çıxış edirdilər. Bir də o dövrdə baş verən haqsızlıqlara qarşı cəsarətlə mübarizə aparırdılar. Şeyx Cüneydin dövrünə, yəni artıq 15-ci əsrdən, 14-cü, 15-ci əsrdən etibarən daha fəal təbliğata keçirlər. Şeyx Cüneyd 1447-1460-cı illərdə ordenin başçısı olmuşdur. Şeyx Cüneydin dövrü Qaraqoyunlu hökmdarı Cahanşahın dövrünə təsadüf edir. Şirvanşahlarda isə Xəlilullah hakimiyyətdə idi və Cahanşah artıq bilirik ki, Şahrığın vassallığından qurtulmuşdur. Çünki 1447-ci ildə Teymuri hökmdarı Şahrıq ölür və Cahanşah belə deyə bundan sonra daha güclənir. Şeyx Cüneydin güclənməsi isə Cahanşahı narahat edirdi. Bu səbəbdən Cahanşah 1447-ci ildə Şeyx Cüneydi Ərdəbildən çıxarır. Şeyx Cüneyd bundan sonra öz tərəfdarlarının sayını artırmaq üçün Kiçik Asiyaya, Suriyaya, Anadolu ərazisinə gedir. Anadolu ərazisində Diyarbəkirdə Ağqoyunlu bəyliyinin başçısı Həsən Bayanduri o zaman Ağqoyunlu bəyliyinin başçısı idi və onunla görüşürlər. Qohum olurlar. Həmçinin buradan belə çıxır ki, Cahanşah, yəni Qaraqoyunlularla Ağqoyunlular rəqib idilər və Ərdəbil ordeni ilə birlikdə ona qarşı bir ittifaq yaranmış olur. 1460-cı ildə Şeyx Cüneyd Şirvan və Dağıstan ərazilərinə yürüş edir. O artıq həm Cahanşahı və Xəlilullahı narahat edir. Xəlilullah Şirvanşah hökmdarıdır. Onlar birlikdə Samur döyüşündə 1460-cı ildə Cüneydi məğlub edib öldürürlər. Beləliklə, Samur döyüşünün nəticəsi necə oldu? Səfəvilər məğlub oldu, lideri öldürüldü. Və buradan da, əziz şagirdlər, belə bir sual çıxır ortalığa ki, Səfəvilər Qaraqoyunlu dövləti ilə mübarizə aparıbmı? Biz bu Samur döyüşünə əsasən bəli cavabını veririk. Ancaq əgər Səfəvi dövləti qeyd edərsə, bu yanlış olar. Yəni, əksərən testlərimizdə, məsələn, Venn diaqramları olur ki, yazılır Ağqoyunlu və Qaraqoyunlulara aid ortaq cəhət. O sualda biz Səfəvilərlə mübarizə aparmışdır cavabını qeyd edə bilərik. Ancaq Səfəvi dövləti ilə mübarizə aparmışdır desə, o yalnız Ağqoyunlu dövlətinə aid edilə bilər. Şeyx Cüneyddən sonra Şeyx Heydər, deməli, ordenin başçısı olur. Şeyx Heydər də atası Şeyx Cüneyd kimi Həsən Bayanduri ilə münasibətləri onun yaxşı olur və qohumluq münasibətləri Şeyx Heydər tərəfindən də yaradılır. Daha sonra Şeyx Heydər onun dövründə artıq Səfəvilərə qızılbaşlar da deyilirdi. Çünki 12 imamın şərəfinə qırmızı zolaqlı çalma taxırdılar, 12 zolaqlı çalma taxırdılar
Daha sonra qazi və sufi dəstələrini hərbi qaydada təşkil edir. Şeyx Heydər, bilirsiniz, dediyim kimi 47-ci ildə dedik ki, Cüneydin dövründə Ərdəbildən çıxarılmışlar. Şeyx Heydər 1470-ci ildə Həsən Bayanduri, yəni Uzun Həsən tərəfindən Ərdəbilə geri qaytarılır. Bunun səbəbi həm qohumluq münasibətləri, həmçinin Şeyx Heydər Həsən Bayanduriyə Teymuri Əbu Səid ilə mübarizədə yardım etmişdi. 1468-69-cu illərdə bu Ağqoyunlu dərsində də qeyd edilir. Və bu səbəbdən 1470-ci ildə Şeyx Heydər Ərdəbil ordeninə geri qaytarılır. Lakin Uzun Həsəndən sonra Ağqoyunlularda taxta Yaqub padşah çıxır. Yaqub padşah Uzun Həsəndən fərqli olaraq Səfəvilərdən çəkinməyə başlayır, eyni ilə Cahanşah kimi. Beş onlar arasında mübarizə olur. Bir də Şeyx Heydər 3 dəfə Şirvanşahlar ərazisinə yürüş edir. 1400, 1483, 1487, 1488-ci illərdə Şirvan və Dağıstan ərazilərinə yürüş edir. Uğurlu yürüşlər olur. Bundan artıq narahat olurlar və Ağqoyunlu hökmdarı Yaqub padşah və Şirvanşah hökmdarı Fərrux Yasar birlikdə Şahdağ döyüşündə 1488-ci ildə, burada da qeyd etmişəm, 88-ci ildə Şeyx Heydərə qalib gəlirlər və Şeyx Heydər döyüşdə öldürülür. Beləliklə, artıq Samur döyüşü ilə biz Şahdağ döyüşünü müqayisə edə bilərik. Hər iki döyüşün ortaq cəhdi Səfəvi ordeninin məğlub olması, liderlərinin öldürülməsi, hər ikisində, bax burada gördüyümüz kimi, Şirvan hökmdarlarının iştirak etməsi, birində Xəlilullah, digərində isə Fərrux Yasarın adı qeyd edilmişdir. Ancaq birində Qaraqoyunlu, digərində isə Ağqoyunlu dövləti mübarizə aparır. Şeyx Heydər öldürüldükdən sonra Yaqub padşah artıq Ərdəbili ərə keçirir. Oranın torpaqları Yaqub padşahın olmuş olur. Ondan sonra Şeyx Heydərin oğlanları Sultan Əli, İbrahim və İsmaili zindana atdılar İstəxir qalasına. Şiraz ərazisində yerləşirdi bu qala. Sonralar isə Sultan Əli İstəxir qalasından Ağqoyunlu hökmdarı Rüstəm padşah tərəfindən azad edilir. Bunun səbəbi Rüstəm padşah öz rəqiblərinə qalib gəlmək üçün Sultan Əlinin nüfuzundan, gücündən istifadə edir. Daha sonralar ancaq Rüstəm padşah da Yaqub padşah kimi Səfəvilərin güclənməsindən narahat olduğu üçün onlar arasında mübarizə başlanılır və 1494-cü ildə Şəməsi döyüşü olur. Bu döyüşdə Sultan Əli məğlub olur və öldürülür. Artıq biz 3 döyüşü qeyd etdik. Deməli, Samur döyüşü, Şahdağ döyüşü, Şəməsi döyüşü. Bu hər 3 döyüşün üçündə də Səfəvi ordeni məğlub olur, liderləri öldürülür. Amma digər döyüşlər artıq fərqlənəcək. Səfəvilərin qalib gəldiyi döyüşlərdə biz qeyd edəcəyik. Sultan Əli artıq döyüşün nəticəsini öncədən görə bilirdi və ona görə döyüşdən əvvəl öz qardaşı İsmaili ordenin başçısı təyin edir və İsmail, Şeyx İsmail kimi fəaliyyət dövrü 1501-ci ilə qədərdir. Şah İsmail kimi fəaliyyət dövrü isə 1501-dən sonraki dövrdür. İsmail az yaşlı olduğu üçün tərəfdarlar onu bir müddət Lahican, yəni Gilan ərazisində gizlədirlər. Sonra artıq müəyyən yaşa çatdıqdan sonra artıq meydana çıxır Şeyx İsmail və öz tərəfdarlarını toplamağa başlayır. 1499-cu ildə Lahicanı tərk edir və Anadoluya doğru gedir tərəfdarlarını toplayaraq. Anadoluda Ərzincan ərazisinə 1500-cü ildə müşavirə keçirirlər və bu müşavirədə qərarı alınır ki, ilk zərbə Şirvanşah hökmdarı Fərrux Yasara vurulacaq. O Fərrux Yasar ki, Şahdağ döyüşündə Şeyx Heydərin, yəni İsmailin atasının öldürülməsində onun rolu olmuşdur. Və 1500-cü ildə Cabanı döyüşündə Şirvanşahlar məğlub edilir, Fərrux Yasar döyüşdə öldürülür, 1500-cü ildə Şamaxı şəhəri ələ keçirilir, daha sonra 1501-ci ilin yaz ayında Bakı şəhərini ələ keçirirlər, bundan da Şirvanşahların xəzinəsi ələ keçirilmiş olur. Artıq ümumilikdə 2 rəqib qalır, Əlvənd və Murad Mirzə. Əziz şagirdlər, Əlvənd və Murad Mirzə də Ağqoyunlu hökmdarlarıdır. Bildiyimiz kimi 1500-cü ildə Əbhər sazişi olur. Azərbaycan və Şərqi Anadolu əraziləri Əlvənd Mirzə tərəfindən, Fars və Əcəm İraqı Murad Mirzə tərəfindən idarə olunur. Yəni Ağqoyunlu dövləti artıq zəifləmişdi. Və 1501-ci ildə Şərur döyüşündə Əlvənd Mirzəni məğlub edir. 1503-cü ildə isə Almabulağı döyüşündə
Murad Mirzəni məğlub edir. İndi bu döyüşlər haqqında bəzi məqamları vurğulayım. Şərur döyüşü 1501-ci ildə olsa da hələ Səfəvilər dövləti meydana gəlməmişdi. Yəni Səfəvilərlə Ağqoyunlu dövləti arasında deyir. Amma Almabulağı döyüşündə artıq Səfəvi dövləti meydana gəldiyi üçün Səfəvi dövləti və Ağqoyunlu dövləti ifadəsini vurğulaya bilirik. Məsəl üçün 1501-də Ağqoyunlu dövlətinin birinci qolu süqut etdi deyirik. Ancaq Səfəvilər tərəfindən süquta uğradıldı. Səfəvi dövləti tərəfindən deyil. Almabulağı döyüşündə Ağqoyunlu dövlətinin ikinci qolu süquta uğradılır və tam şəkildə süquta uğradılır. Bu vaxt artıq biz Səfəvi dövləti tərəfindən süquta uğradıldı deyə bilirik. Yəni bu məqamlarda diqqətli olar. Məsəl üçün Cabanı döyüşü, Şərur döyüşü və ondan əvvəlki döyüşlərin heç biri Səfəvi dövlətinə aid deyil. Testlərimizdə bunlar xüsusilə vurğulanır. Və ya Şah İsmaildən əvvəlki hadisələr var. Misal üçün Cabanı döyüşündə Şah İsmail Fərrux Yasara və ya Şirvanşahlara qalib gəldi deyə bilmərik və ya Şərur döyüşündə də eyni ilə. Amma Almabulağı döyüşündə biz Şah İsmail ifadəsini vurğulaya bilirik. Deməli, Şərur döyüşündən əvvəl Əlvənd Mirzə İsmailə Şirvanşahlarla kifayətlənməyi məsləhət görür, ancaq Şirvanşahlar bunu Şeyx İsmail bunu qəbul etmir. Həmçinin həmən ərəfədə Gülüstan qalasını mühasirəyə almışdı. Lakin Əlvənd Mirzənin yürüşünü eşitdiyi üçün öz tərəfdarlarına da belə bir ifadə ilə müraciət eləyir. Bu İskəndər bəy Münşinin əsərində də qeyd olunur. Öz tərəfdarlarından soruşur ki, sizə Azərbaycan taxtı lazımdır, yoxsa Gülüstan qalası? Tərəfdarları da Azərbaycan taxtı deyərək vurğulayır və beləliklə Əlvənd Mirzə ilə Şərur döyüşü baş verir. Almabulağı döyüşündən sonra artıq Ağqoyunlu dövləti ki, süquta uğradılandan sonra artıq Səfəvilər Ağqoyunluların sərhədləri daxilindəki əraziləri özlərinə tabe etməyə başlayırlar. 1503-cü ildə İran ərazisinin mərkəz və şərq ərazilərini, 1506-8-ci illərdə Şərqi Anadolu, sonra Bağdad ərazisi, 1508-ci ilə qədər demək olar ki, Xorasan istisna olmaqla bir də 1510-cu ildə Dərbənd və Dağıstan ərazilərini tabe edirlər. Artıq Xorasan istisna olmaqla geniş bir əraziyə sahib idilər. 1510-cu ildə Mərv döyüşündə Şeybanilərə qalib gəldikdən sonra isə Amudəryadan Fərəd çayına qədər böyük bir dövlətə çevrilmiş olur Səfəvi dövləti. Bir də vurğulayıram, 1510-cu ildə Xorasan ərazisi ələ keçirilir 1510-cu ildə və Amudərya çayından Fərəd çayına qədər geniş bir əraziyə sahib olurlar. Şeybanilər, yəni Özbəklər də deyirik, hökmdarı Şeybani xan idi. Ümumiyyətlə Səfəvilər dövlətinin qərbində, Osmanlı şərqində isə artıq Özbək dövləti deyilən güclü bir dövlətlər olur. Və 1510-cu ildə də Şeybani xanı məğlub etməklə Səfəvi dövləti böyük bir imperiyaya çevrilir. Azərbaycan ərazisində olan Şəki hakimliyi və Şirvanşahlar dövləti də Səfəvilərə tabe olurlar. Xüsusilə Şirvanşah hökmdarı Şeyx Şah və ya 2-ci İbrahim deyirik. Öz, belə deyək ki, tabiçiliyini Şah İsmaila bildirir. Əziz şagirdlər, dəyərli müəllimlər, Səfəvi dövləti ilə bağlı birinci videomuz bu qədər. Digər videolarda olacaq. İzləmədə qalın. Sonadək izlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.